Deməli, başlayaq. Birinci nə edirik? Bir dənə səhifə yaradırıq. OK bastıq. Səhifə yarandı. Elə fayl belə deyək də cürbəcür ölçülərdə olur da. A3 ölçüsündə olur, nə bilim A4. Hər cürə ölçüdə olur da, başa düşürsünüz. Konkret ölçüsü olmur da, sifariş eləyəndə özləri dilər ki, misal üçün bu ölçüdə mənə lazımdır. Gəlin buradan ölçü vahdini buradan dəyişirik də millimetr. İndi baxın, birinci nə edirik? Bir dənə rectangle əlavə edirik, elə bu vərəq boyda. Bunun üçün nə edirik? Rectangle üstünə mouse'un sol düyməsi 2 dəfə vurur. Vurandan sonra все, rectangle gəldi. Sonra təxminən, bax bu hissədə, node yazılan hissədə təxminən belə bir ölçüdə rectangle çəkirik. Sonra yenə AutoCAD kimi deyil də, AutoCAD-da normalda bir aləti bir dəfə istifadə edə bilirik də. CorelDRAW-da necədir? Rectangle bir dəfə seçəndə bunu basıb çıxana kimi çox istifadə eləmək olur da. Buradan Node'dən gələcəm. Node'dən. Bax, buradan götürüb bir dənə də bir rectangle çəkirəm. Təxminən bu ölçüdə. Təxminən. Sonra bir dənə də bu hissədə çəkirəm. Təxminən. Sonra burada nə edirəm? Bax, Pick Tool alətini seçirəm. Niyə? Çıxmaq üçün də. Boşluğa vurub çıxıram. Bax, fikir verirsiniz, bunun burası burulub. Görürsünüz? Bunun burası burulub. Yəni, tam kvadrat deyil də şəkildə. Kəsilir. Bəli. Biz seçəcəyik elə bir bunu. Baxın, normalda biz burada düzəliş eləmək üçün Shape Tool-dan istifadə eləməliyik. Lakin biz bunu istifadə edə bilməyəcəyik. Niyə görə? Çünki bu əyrilərdə işləyir. Ona görə düz bucaqlığını birinciliyi necə əyriyə çevirəcəyik də. Convert to Curve basacağıq ki, bu əmr işləyə bilsin. Shape Tool basıram. Burada mouse'un sol düyməsini bir dəfə vururam və basıb sağlığını edirəm. Təxminən. İndi mən təxmini çəkirəm də, çünki hər xırdalığa fikir versəm, biraz vaxt da çox gedəcək də, başa düşürsünüz. Təxmini çəkməyə çalışıram. Bunu eləyəndən sonra, Pick Tool alətini basıb, nə edirəm, çıxıram buradan. Sonra burada bir dənə nə çəkəcəm? Bir dənə burada qələm var, pen. Peni seçirəm. Burada bir dənə bir xətt çəkəcəm. Deməli, mouse'un sol düyməsini bir dəfə vururam. Bir dənə də burada vururam. Bildiniz, bir dəfə burada vurdum. Bir dəfə də node hissəsində gəldim, birləşdirdim. Eski vurub çıxıram. Aydındır. Amma burada fikir verirsiniz, problem yarandı da. Normalda bu uca dəyməliydi də, düz deyil. Bu xəttdir zaten. Xəttdə bu işləyir bu əmr. Bunu seçirəm. Bunu bir dəfə vururam. Vurandan sonra fikir verirsiniz, burada nə problem yaşadıq? Bu tərpəndi də. Bir dəfə vuraq, bura. Bir dəfə, bura yox, bura vururam. Çəkmək istəyirəm, fikir verirsiniz, bu yumru olur. Nəyə görə yumru olur? Çünki, baxın, bura bir dəfə vuraq. Çünki bu seçim aktivdir də ona görə. Yəni, hal-hazırda bu pasiv oldu. Bunu seçmişik ona görə. Əyri, yumru formada gedir də. Gələk bunu basaq ki, yumru formada getməsin. Bir dəfə vururam. Fikir verirsiniz, biz bunu belə tərpədə bilirik. Amma problem budur ki, biz bunu tərpədəndə bu zaman gəlib bunun üstünə düşmür də, düz deyil. Yəni, bunu indi çəkməyə çalışıram. Baxın, bunu çəkib bu tərəfə qoyuram. Aydındır, uyğun gəldi. Amma yenə də fikir verirsiniz, bura dəyişir də. Bura dəyişir. Biz bunu tərpətdikcə indi alındı. Bunun bir ucunu gətirdik, bura qoydum, bir ucunu da bura alındı. Aydındır. Düzdür, tam %100 oturmalıdır. Çox da %100 vacib deyil eləməyiz. Əslində qalsa. Baxın, buradan bura intersection yazılan hissə var. Belə intersectiona kimi gətirirəm bunu. Yəni, belə deyim də, bunu silək, bax, bəri başdan belə eləyək də. Yəni, pen alətini götürək. Bu nodedən, bu nodeyi kimi çəkək də, heç uzatmayalım. Eski vururam ki, çıxsın.
Pick tool basıram. Burası hazır. Sonra bizdə nə lazımdır? Bax, bunu seçirəm. Bunu bir balaca şey deyəcəm də, qatlayacam. Baxın, normalda düzəliş eləmək üçün shape tool'dan istifadə eləməliyəm. Amma kvadratda eləmək olmur da. Bunu ancaq düz xəttdə eləmək olur. Ona görə nə edirəm? Convert to curve basıram ki, əyriyə çevrilsin. Bundan sonra shape tool'u basıram. Burada bir dəfə vururam. Bunu da nə edirəm? Çəkirəm belə. Təxminən buraya gətirib qoyuram da. Təxminən çəkdi. Hə, yaxşıdır. Sonra pick tool basıram. Sonra yenə bunu seçirəm, bunu. Bunda da yenə convert to curve edirəm. Yəni shape tool. Bunu da bir balaca nə edirəm? Çəkirik. Bir balaca uzaldıram da. Biraz daha elədim. Təxminən edir yonsuzda. Yəni shift-i bassaq görək, shift-lə eləyəndə lap belə dəqiq oturur bura. Aydındır, belə. Yenə pick tool basıb nə edirəm? Çıxıram. Burada bir dənə nə problem oldu? Bu biraz uyğun gəlmədi. Fikir verirsiniz, bax bu hissəsi. Hə? Bu hissəsi uyğun gəlmədi. Burada nə edərik? Başqa cür eləyək. Gəlin bir dənə bunları hamısını ləğv eləyək. Başqa cür eləyək. Bunu ləğv eləyək. Baxın, burada yenə qələmi seçirəm. Bu hissədən gəlin bunu hələlik kat eləyək. Kat nədir? Kəsmək. Bu hələlik kəsirəm. Çünki yenə sonra əlv eləyəcəm. Qələmi götürürəm. Baxın, buradan belə bir xətt çəkəcəm. Təxminən, bax, belə bir ölçüdə. Bu bizə lazım olacaq da. Təxminən belə bir ölçüdə. Eski vururam. Fikir verirsiniz, problem yarandı. Burada mahsus olduğu üçün bir daha vurmaq lazım. Burada da mahsus olduğu üçün bir daha vurmaq lazım. Sonra eski vurmaq lazımdır. Aydındır. Bunu eləyəndən sonra pick tool alətini seçirəm. Sonra o bayaqki şey var idi. Kat eləmişdim. O hissədə mahsus olduğu üçün bir daha vurub. Mahsus olduğu üçün vurub. Açılan menüdən base'lə bayaqkini əlavə edirəm də bura. Başa düşürsünüz. Hətta bayaqkini əlavə eləyəndən sonra shape tool'a girirəm. Bunun bu hissəsini biraz nə edirəm? Gətirəm bu üstə vururam. Aydındır, lap belə dəqiq olsun da. İndi bundan sonra nə edirəm? Bu xətti nəyə görə əlavə elədik? Bu bizə kömək olacaq. Gəlin bir dənə də buradan xətt çəkək. Deməli, bu hissədən bu hissəyə kimi yenə eski vurduq. Sonra bir dənə də deməli, bunu eləyəndən sonra bunu seçək. Convert to curve eləyək. Shape tool, sonra bunu bir dəfə vuraq. Bunu gətirək, bunun üstünə qoyaq. Alınır həmin şey. Hə? Alınır. Prosto biraz bunu böyləcək də alındı. Pick tool'u seçirəm, sonra bunu da seçirəm. Bunu da convert to curve eləyib. Shape tool'la bunu bir balaca nə edəcəm? Uzun yoxdur axı. Eləyirəm də, uzun eləyirəm. Bura bir dəfə vurdum. Shift düyməsi ilə. Hansı uzun deyirsiniz? Uzun xətti. Uzun xətti, köməkçi xətti o. Əlavə edirəm, sonra siləcəm. Bilirsiniz nə görə onu əlavə elədim? Bunu əmələ gətirməkdir. Çox düz alınır. Hə, indi qulaq asın. Bunu eləyəndən sonra pick tool'u seçirəm. Artıq bu xəttə mənim ehtiyacım yoxdur. Silirəm bunu. Delete'e basın. Yandırmağın yanında. Wood. Aydındır. Siz bunu əmələ gətirməkdən ötəri bizə lazım oldu da. Aydındır. Bundan sonra burada problem nədir? Digər bir məsələ. Normalda biz buna, məsələn, buna rəng vermək istəyirik də. Baxın, tutaq ki, biz normalda rəngi necə veririk? Məsələn, bunu seçdik, tutaq ki, gəldi, burada portaqal rəng veririk. Düz deyil. İstəyirəm buranı seçim baxı. Siz seçilmir. Bunun üstünə vuranda böyük düz bucaqlı seçilir. Başa düşürsünüz?
Bu da problemdir də bizim üçün. Ona görə nə edirik? Burada belə bir alət var idi, Smart Fill. Smart Fill'i götürəndə bunun üstə bir dəfə vuranda onu həm rəng verirdi, həm də onu obyekt edirdi. Bu obyektə çevrildisə, hazır bunun rəngini də dəyişirəm belə. Aydındır. Sonradan nə edə bilərəm? Sonradan daha sonra piktul aləti seçirəm. Buranı da seçib bir dənə rənglərin təxmini verirəm. Siz evdə dəqiq verərsiniz də, axtarıb tapaq çalarını düzgün verərsiniz. Mən elə belə təxmini verirəm də, ola bilər düz, ya da ki bunu verək. Misal üçün də elə belə. Yəni siz vaxt gedir ona görə. Dərsin vaxtından gedəcəkdir. Siz özünüz dəqiq tonlarını tapıb verərsiniz. Ya da bir sizdə rəngin üstündə mouse'un sol düyməsini basıb saxlayanda belə şey açılır. Yazı gəlir. Rəng çaları hissəsi açılır da. Oradan istəsəz daha da dəqiqləşdirə bilərsiniz ki, misal üçün nəyi, məsələn, seçim tutaq ki, bu rəng. Neysə, o evdə siz özünüz baxarsınız. Sonra burada fikir verin. Mən bu rəngdir. Evdə baxarsınız da, bunu seçirəm, bunun sağ kənar hissədə istəmirəm də şey olsun, rəng olsun. Mouse'un sağ düyməsini vururam. Sonra, bax, buranı da seçirəm. İstəmirəm. Sağ tərəfi basıram da mouse'un sağ düyməsini vururam. Sonra bunu da seçirəm. Bunu da mouse'un sağ düyməsini vururam. Şöyləsiz bu kənar rəngləri gedir. Aydındır, kontur rənglər gedir. İndi buranın fikir verirsiniz şəkildə bu hissə biraz tam bu rəng deyil. Biraz elə bir açılıb rəngi. Fikir verirsiniz. Bunu da nə ilə edirdik? Bunu da interaktiv fil ilə edirdik. İnteraktiv fili seçirik. Mouse'un sol düyməsini basıb saxlayırıq. Yazı gəlir bu. Bəli. Belki bunu təxminən belə bir şey qoyuruq. Belki bir tərəfini sarı eləmək istəyirəm. Burada mouse'un sol düyməsini bir daha vururam. Sarı seçirəm. Aydındır. Bundan sonra biz evdə gücü tənzimləyə bilərsiniz. Bunu necə vereyim ki, biraz oxşasın. Belki belə verdik. Bunun istəsək yerini də dəyişmək olur da. Bax, bunun üstünə gəlirsiniz. Baxın, oxu görsünüz. Oxla dəyişdirə bilirsiniz də. Bu da təsir edir rəngə. Belə. Sonra gəlirəm, bu ikisini birləşdirmək istəyirəm də və bununla bunu birləşdirmək istəyirəm ki, bu arada düzdür, onsuz da itirmişik biz konturunu, figuru. Bax ki, bir obyekt kimi birləşdirmək istəyirəm də. Shift'i basıb saxlayıram, digər obyekti də seçirəm. Burada birləşdirmək nədir? Weld'dir. Həm combine-dır birləşdirmək, həm də weld'dir. Bununla birləşdirəndə içi boş qalırdı. Birləşdirirdə içi boş qalırdı, bu isə tamamilə birləşdirirdi. Siz birləşdirəndə amma rəng də dəyişir axır. Başa düşürsünüz, rəng də dəyişir. Ona görə bundan vazgeçirik də, buna ehtiyac yoxdur. İndi gəlirik bura. Bura gəlirik, burada bir dənə buraya misal üçün gəlin birinci elə buranı seçək, rəng verək. Misal üçün. Tünd. Məsələn. Böyle bir. Bu rəngdir. Tamam, bırak şöyle. Təxminən də elə belə vururam. Yəni evdə siz özünüz axtarıb taparsınız da bunu. Baxın, buradan girib biraz. Ən tündü, böyle bir şey. İndi qulaq asın. Buranı verəndən sonra istəyirəm, bax bu hissələr göydür də, fikir verirsiniz şəkildə. Normalda bəziləri belə edir. Gəlir burada bir dənə əlavə rektangle çəkir də, buranı rəng verməkdən ötəri. Bilirsiniz də, rektangle çəkir sonra. Bunu eləmirik belə. Bax buradan node hissəsindən. Buradakı node hissəsinə doğru çəkirik. Dizlər necə? Bax, buradakı node için çəkeyim ən salamatı. Sonra da bunu nə edirəm? Burada gətirirəm, edq yazılan hissədə buraxıram. Eyni oldu da, bildiniz. Bura kimi çəkdim ki, bu node ilə eyni olsun, uzatdım bunu. İndi qulaq asın, normalda buna bir dənə də rəng verirəm də. Gəlin, nə verək, təxminən bunun tündü oldu. Belə bir rəng verir də, məsələn, bunu verdik. Məsələn, bunu vermək istədik də, baxaq, bunu seçdik, bu rəngi verdik, düz deyil. Amma bu nə oldu? Üstə gəldi. Üstə gəldi. Biz bunu nə edirik buradan? Altı. Bəli, shift page down'dan fikir verdiniz, əmələ gətirdik də buranı. Həm bura əmələ gəldi, həm buraya əmələ gəldi. Onsuz da bu göy bunun arxasına keçdi də, görsənir. Sonra gələk burada bir dənə kvadrat çəkək. Node yazılan hissədən bir dənə çəkirəm təxminən. Bu edq yazılan hissəyə kimi. Oraya kimi deyil. Təxminən. Sonra bir dənə də burada çəkirəm.
node hissəsindən və təxminən belə bir şey. Bu sarı olan hissədə də təxminən belə bir şey çəkdik. İndi buradan bir dənə yenə qələm götürürəm, qələm. Təxminən bir dəqiqə. Bax, bu node hissəsindən bax, buraya. Mouse'un sol düyməsini bir dəfə vururam. Çəkdim də bunu belə. Eski vururam. Gəl bunu bir dənə qaldıraq yuxarı. Qaldırım biraz yuxarı. Baxın, bunun piktolu seçirəm. Bax, bu xətt var. Bu xəttin bu ergi hissəsindən gətirirəm. Node hissəsində buraxıram da, bildiniz? Node hissəsində buraxıram. İstəyirəm bura yapışsın. Ha, o axı belə deyil. Düzəldirəm də, onu düzəltməyə çalışıram da. Məqsəd budur. Sonra plus düyməsini vururam. Plusləri də kopyalamaq. Normalda Ctrl V ilə eləmək olar. Mouse'un sağ düyməsini vururam. Bunu da gətirirəm belə təxminən. Arada sönsə bunu yandırım. Aydındır. İndi qulaq asın. Bunu eləyəndən sonra bir dənə də xətt seçirəm. Bir dənə də belə çəkəcəm də. Bir dənə buradan. Bir dənə belə mouse'un sol düyməsi və shiftlə bir dənə xətt çəkirəm. Aydındır. Bunun edge hissəsini gətirirəm. Bunun node hissəsində buraxıram da belə. Başa düşürsünüz. Bir dənə də xətti seçirəm. Bax, buradan node hissəsindən təxminən bu hissədə, bax, bu hissədən node hissəsinə doğru çəkirəm. Eski vururam. Aydındır. İndi, mən istəyirəm buraya ayrıca rəng verim də. Bu təbii ki, o olmayacaq. Mən bunu seçəndə əslində qalsa bu rektanglı seçir. İstəyirəm buranın obyekti çevirim. Neyniyərəm? Gələrəm yenə. Burada nəyi seçərəm? Smart fill. Bizdə bura niyə rəng vermək olmur? Gərək bura birləşməlidir. AutoCAD-da da belə deyir. Məsələn, join olmur. Smart filli basıram, baxın. Bura bir dəfə vururam, şey oldu obyekt. Baxırsınız, bura vurdum. Sonra bura vurdum. Sonra da bura vurdum. Aydındır. Burada ki bu. Buradır da. İndi rəngdən dəyişdim. Düşünürsünüz. Biraz bu hissə kobud oldu. Gəlmdən bunları ləğv edək. Bu hissə biraz kobud oldu. Dənə bu hissədən təzdən çəkək. Bu mailliyini biraz çox elədim də. Təəssüf ki. Bu da bir dəfə vuraq. Orada 2 dənə deyil. Yox, bilirəm, onu eləyəcəyik. Eski vuraq. Sadəcə gedişata baxın. Yenə smart filli seçirəm. Bura, bir də bura. Elədik. Eski vururam. Məqsədimizə çatandan sonra, burasını biraz ürəyim istəyən kimi alınmadı da. Siz nəyə görə? Bunu çox mailli çəkdim belə. Biraz bu xəttlər var ya, bu 2 dənə xətt. Bunlar dik çəkməliydim də biraz. Çox belə elədim də. Elə bir... Bu çox yastı alın da, o birisi də çox şey alın. Bildiniz, indi dala qayıtmaq istəmirəm, vaxt gedir də. Siz evdə bunu nəzərə alarsınız. Bunu çox... Şəkilə baxmaq lazım. Biraz belə çəkmək lazımdır da. Mən misal üçün belə deyim də, mən 135 ilə çəkmiyorum, çünki siz biraz bunu 120 dərəcə ilə çəkməliyiz. Neysə, deməli, xətti seçək yenidən. Biraz belə çəkəcəm. Tam %100 alınmadı da. Bildiniz də səbəbi nədir? Bunu biraz qaldırmalıydım yuxarı. Bu xətt var ya, bu xətt. Bu xətt. Bunu mən çox belə əydim də sola doğru. Başa düşürsünüz? Çox əydiyim üçün bu hissə yekə oldu. Mən demək istəyirəm. Normalda o qədər etməməli idi. Neysə də iş işdən keçdi. Daha qayıtmaq istəmirəm. Vaxtçıdır. Əsas yolu sizə öyrədirəm. Siz daha dəqiq çəkərsiniz evdə. Bunu eləyəndən sonra bax, bu rəngin baxın, ben yenə deyirəm, mən rəngləri təxmini verirəm. Siz dəqiqliklə eləyərsiniz. İndi baxın, mən piktul alətini seçirəm. Neysə, bu göy rəngi seçib, daha doğrusu obyekti seçim sonra. Göy rəng. Amma bu biraz tündür də. Məsələn, göy rəngin üstündə basıb saxlayıram. Ya da ki, bax, burada göy rəngin üstündə basıb saxlayıram.
Misal üçün, bu rəngi götürürəm və belə bir rəng götürürəm də, məsəl üçün. İndi baxın, burada problem nədir? Burada problem budur. Bax, bunlar nə etmək lazım? Birləşdirmək lazım ki, bu aradakı xətt itsin. Başa düşdünüz mən nə demək istəyirəm? Gəlin bu artıq şeyləri də silək. Artıq xəttləri silin bir dənə. Dəqiqə, səhv bir şey sildim. Bunu silək. Bax, bildiniz necə? Bununla bu arasında xətt olmamalıdır. Seçirəm bunu, bir dənə də bunu seçirəm. Bunu nə edirəm buradan? Birləşdirirəm. Baxın, birləşdirdim. Birləşdirəndə getdi bu aradakı. Başa düşürsünüz? Belə. İndi Bir də onu kopyalayacağım. bəli, onu kopyalayıram. Baxın, kopyaladım. Kopyalayandan sonra hansı ki, baxın da bu belədir yaxın. Bunun uc hissəsini, nod hissəsini gətirirəm bunun deməli midpoint hissəsində buraxıram. Buna da bayaq ki, bu tünd rəngi verirəm. Verdim. İndi nə edəcəm? Bu ikisini seçirəm. Bunların kəsişməsini çıxaracam. Bu ikisinin bir kəsişməsi var. Kəsişmə bizdə nə idi? Intersect idi. Intersectə vururam. Intersectə vurandan sonra fikir verdiniz. Bu kəsişməsi üzrə hazırdır. Buna da yenə həmin bu rəngi verirəm. Bunu da nə edirəm? Rədd edirəm, gedir. Aydındır. Belə. Sonra gəlirəm digər məsələyə. Gəlirəm bura. Baxın, buranı seçirəm. Burada qələm var. Pipetka. Pipetkanı götürürəm. Bunu atıram nə hara bura. Belə şey də olur. Aydındır. Buna da yenə interaktiv fil verək. Bunu da biraz belə siliyək. Görürsünüz, eyni şey qalıb da üstündə. Sarı ilə şeydə narıncı rəng. Artırıb azaldır bilər. Dəqiqə. Əməliyyatı ilave edək. Bir dəqiqə. Bu yuxarıdakını təsir edib fikir verin. Bunu silək bir dəqiqə. Dəqiqə. Baxın. Bunu bunun üçün seçmək istəyirəm. Bax, bunun üçün seçmək istəyirəm. Bunun üçün elədik. Yenə. Çəkirəm belə. Ağ rəngin üstünə vururam bir dəfə. Burada nəyi seçirəm? Sarı rəng. Dəqiqə. Sarı rəng seçək. Bunu da istəyimə uyğun deyirəm. Tənzimləyirəm də. Bizdə belə eləyib tənzimləyirəm. Neyse, bunu eləyəndən sonra buranı biraz yaxşı alınmadı. Belə deyək. Biləm ki, uzadıram. Buranı seçirəm. Darıxmayın da, niyə darıxırsınız? Yox, Axıra kimi baxın da, yəni iş qutarmıyor baxın. Normalda mən bu çəkirəm hara kimi. Çəkirəm belə. Təxminən olsun, misal üçün bax bura kimi. Təxminən bura kimi çəkirəm. Onsuz da axırda, bunun arxasındadır da, düz deyil. Arxasında olmasaydı, bunu eləyəcəkdik də. Zaten arxadadır. Bunu nə edirəm? Yenə convert to curve eləyib, şeyə giyirik, bu shape tool'a giyirik, bunu nə edirik? Burada bir daha vurup, aydındır. Bu ya da ki burada birləşdirirəm. Aydındır. Zaten görsənmir bu. Sonra burada da bir dənə bunu seçirəm. Deməli, bunu seçək. Arxaya keçdi də. Səhifə arxasına keçdi. Baxın, bu option səhifə seçilir. Bunu da arxaya verim. Bizim nəyə görə arxaya verirəm? Bunu seçə bilməkdən ötəri. Siz option səhifə var. Və bunun üstünə vururdum, option səhifəni seçirdim. Mən də onu arxaya verdim ki, bunu seçə bilim də. İndi bunu da bir dənə şey deyək, kopyalayaq. Plusu basıram.
Aydındır. Basandan sonra düzleyir. Gətirəm. Bax, bunun node hissəsini və birləşdirirəm də təxminən. Dəqiq çox oldu. Yaxşı getmə. Node hissəsini götürürəm. Birləşdirdim bura. Edq yazılan hissə. Düzleyir. Niyəsə bu səliqəli olmadı. Deyəsə. Node. Hadi intersection yazacaq. Görürsünüz. Intersection. Bıraxdım bura. Bunda nə edirəm? Azaldıram da belə. Azaldıram. Düz deyil. Bu da uyğun gəlmir də. Bunun burası shape-ula giyirəm. Burada bir dəfə vururam. Bunda intersection olan hissədən nə edirəm? Bıraxıram belə. Buranın da rəngini dəyişirəm nə? Bu rəng verirəm də. Aydındır. Sonra bir dənə də qaldı bax bu hissədə, bu hissə. Smart Fill-ə gəlib vururam, bura vururam. Gözü vururam, alınmır. Daha doğrusu Smart Fill-ı Smart Fill-i seçməmişəm. Smart Fill-ə vururam. Şöyle, bura artıq hazırdır. Buranı tünd elədim belə. Yuxarıdakı neyin oldu da, все. Bura hazırdır. Qaldı nə? Ah. Burada. Ağa ehtiyac yoxdur zaten. Buradaki. Necə? Bir dənə. Gəlin də bunları izah edeyim. Burada YouTube, TikTok, Facebook, Instagram falan filan var. Bunlar necə düzəldəcək? Bunun birini izah edirəm. Qalanlarını eyni üsulla eləyəcəksiniz. Çünki hamısını mən desəm vaxt çatmayacaq da. Başa düşdünüz mən nə demək istəyirəm. Burada mən bir dənə altı bucağı çəkirəm. Burada girəcəm poligona. Poligon çək götürdüm. Bunda altı bucağı alt edirəm. Burada deməli kontrolla çəkirəm ki, şey olsun da. Kontrolsuz çəksən belə olacaq. Aydın amma kontrolla basanda bərabər olur bu. Necə düşürsünüz? Çəkdim bunu bərabər. Bir pik tool bastıq. Bunun bir dənə qəşəng bir dənə mövqeyini yaxşı qoymaq lazımdır. İndi plusu basıram. Plusu basandan sonra bir dəqiqə. Cəm bunu belə eləməyək. Plusu bastıq. Mouse'un sol düyməsini basıram. Shift'i də basıram. Bax, bununla eyni sırada çəkirəm. Sonra Ctrl-D, Ctrl-D-ni basıram. Necədir? Tez bozar oldu da. Bildiniz, birini çəkdim qırağa. Ardınca Ctrl-D. Kopya kimdir? Duplikat oldu da. Yəni, birini bir dəfə çəkərsiniz, o başa düşsün ki, biz nə qədər çəkəcəyik də qırağa. İndi buna mən misal üçün, olsun TikTok məsələn, TikTok eləyək də. Bax, birini izah edirəm, qalan hamısı eynidir. Bu bir sizdə YouTube olacaq, YouTube'un logosudur. İkinci TikTok'dur, üçüncü Facebook'dur, dördüncü. Mən TikTok izah edirəm, eyni qayda ilə olacaq, da hamısı başa düşürsünüz. Gəlin bu proqramı mən bərkidim bura, qalsın burada. Demək, evdə nə edirsiniz? Girəcəksiniz bu proqrama, girəndən sonra bir dənə buraları tez buza düzəldim sizdə. Settings, search and var. Bunu mən bir dənə Google edeyim. Bir də bu hissə var, bunu da silim. Aha, bağlayayım mən bunu. Tezdən girim. Все. Baxın, buraya girəndən sonra yazırsınız google.com. Yazdınız, google.com da gəlir. Burada yazın, TikTok logo yazın, TikTok logo. Azərbaycanca. Aha. Aslında Azərbaycanca gidilsə indi yazışlardır. Gəldi TikTok seçin. Şəkillərə vurun. Videolar yox, şəkillər. Yes. Burada şəkillərə. Bir də ardınca logo da yazaq. Nəyə görə? Çünki Observ'də logo yazmalısınız ki, çıxsın da. Burada avtomatik çıxdı. Başa düşürsünüz? Ya Observ yazanda Facebook logo, Instagram logo. Gəlin baxa görə hansını seçək, maraqlı. Misal üçün bunu seçək də. Bax bunu, məsəl üçün.
Bunun üzərində mouse'un sağ düyməsini basıram. Burada nə var? Save images. Onun bir Desktop seçirəm ki, iş masasında olsun, yeri rahat olsun. Bunu eləyəndən sonra gəlirəm CorelDRAW proqramına. Burada import adında şey var da, menü var, əmr var. Importa girirəm. Desktop, burada TikTok üstünə 2 dəfə vururam. 2 dəfə vurandan sonra baxın, mouse'un sol düyməsini basıb saxlayıb təxmini çəkirəm, bu qədər. İndi nə edirəm? Mouse pick tool'u seçirəm. Pick tool zaten seçirəm. Mouse'un sağ düyməsini vururam. Burada Power Clip Inside var. Bilmirəm, tanış şey yoxsa yox. Power Clip Inside. Bunun üstünə bir dəfə vururam. Vurandan sonra deyir ki, harda istəyirsiniz olsun. Bunun üstünə bir dəfə vururam. Başa düşdünüz? İstəsəz, buna biraz düzəliş edə bilərsiniz. Baxın, burada nə var? Edit yuxarıda. Eləcə vurub, məsələn də, birdən də hansısa kənar bir hissə qaçsa, bildiniz necə? Tutaq ki, ola bilər siz bunu vermişsiniz, bu belə düşür. Buradan gəlib neyinirsiniz? Düzəliş edirsiniz də, bildiniz mən nə demək istəyirəm? Cüzi edirəm, çox eləmək istəmirəm. Çox gedir. Biraz da. Cüzi biraz da artıram. Biraz da. Aha. Siz elə eləmək istəyirəm ki, burada biraz məsafə az qalsın. Bunun altında biraz boşluq olsun da. Biz mən demək istəyirəm. Burada biraz boşluq oldu da. Hərdən də onu eləmək istirdim. Buradan da eləyirəm bunu. Əməliyyatı ləğv edeyim. Buradan da eləyirəm. Ki biraz bu aralı olsun da. Bildiniz burada boşluq qalsın. Buradan da boşluq, buradan da boşluq. Buradan finish nədir? Finish'i bassaq, все, hazır. Və digər logoları da hel eləyəcəksiniz. Yəni bir-bir eləmirəm də. Yəni girəcəksiniz burada Facebook logo, Instagram logo, YouTube logo yazacaqsınız. Bunu eləyəndən sonra görə bizdə başqa nələrimiz var. Yazılar asandır, yazıları yazmaqdan ötəri nə edirik? şrifti dəyişdiririk. Yox, bunu deyirəm, bax. Text tool'u basıram, text tool. Burada qoyub nə edirsiniz? Yazırsınız da, bunlar asandır, burasını bilirsiniz. Amma şrifti dəyişirik də. İstəsəz dəyişə bilərsiniz də, gəlib buradan dəyişə bilərsiniz. Bir də nə demək istəyirəm? Rəngi necə eləyəcəyik? Neyin? Yazın. Ah, orada place your headline. Baxın, buradan biraz böyüdək bu yazın. Böyüləndən sonra baxın. Pick tool'a basırsınız, pick tool. Bu hazır seçilir. Ağ rəngi üstdən vururuq, başa düşdünüz. Həm mouse'un sol düyməsinə vurun onun üstündə, həm də mouse'un sağ düyməsinə. Siz nəyə görə? Kontrol olmasın da, həm sol düymə, həm sağ düymə. Ağın üstündə həm sol düyməni vurun, həm sağ düyməni. Biraz bunu bold eləyə bilərsiniz. Başa düşdünüz? Böyle yazı hissələri asandır da, bunları evdə eləyərsiniz. Şriftidir. Bilmirəm, hamısı Arial'da yazın geçsin. Arial şrifti var ya. Nədən tapa bilsəz, təxminin tapın da, daha da yaxşı. Sonra burada nə qaldı? Bunlar da yəni bunları prosta tapmaq lazımdır da, emindim. Bu hissələri qalsın, uzabaşı burada yazıları yazın. Bu hissələrini əmələ gətirərik, bitər. Burada görək başqa nəyimiz qalır? Bu adam məsələsi. Adamı necə qoyacaq? Güzel. Gəlin Bunu qoymaq lazımdır. Fərqi yoxdur, liboy bir şey. Biz onsuz da bunu tapa bilməyəcəyik, dəqiq. Gəlin bu logo hissəsinə nə qoyaq? Misal üçün, logo hissəsinə bir dənə. Məsələn, bir tanış nə şirkət tanıyırsınız? Gəlin elə bu, misal üçün, Master Akademi yazaq da. Master Akademi, hə? Məsələn, bunun logosu belədir də. Burada mouse'un sağ düyməsini vururam. Save images eləyirəm. Belə də yaxşı deyirəm. Başqa bir də bu yaxşıdır. Məsələn, bunun üçün də mouse'un sağ düyməsini vururam. Save images. Desktop.
Bu şəkil artıq sizin kompüterin yaddaşındadır da, yükləməyimizə ehtiyac qalmayacaq. Burada nəyi basıram? Import. Burada basıb saxlayıb çəkirəm bunu belə. İndi qulaq asın da, mən istəyirəm bu yumruğun içində olsun da belə, düz deyil. Dairə seçirəm. Bunu kontroldan çəkirəm belə. Çəkdim dairəni. Hətta hələlik bu dairəyə bir dənə rənglə verək. Hələlik. İndi hələlikdə. Bir də mouse'un sağ düyməsində vuram ki, kontrol da olmasın. Başa. Sonra bunun üstünü seçirik belə. Mouse'un sağ düyməsini vurub burada nəyə basıb? Power clip inside. Gətirirəm bunun üstünə bir daha vuram. Gördünüz necə? Yumru oldu, lap belə maraqlı oldu. Orada neydi ki vəbşən? Bayra belə nəsə logo idi da. İndi mən nəyi qoymuşum? Elə bunu qoyarsınız elə. Elə bunu. Bizə bu əmrləri işlətmək önəmlidir deyə. Yazını yazım. Yazdı, hə? Yazını bu yazını yazım, yoxsa nə yazım? Bunlar deyirsiz? Hə. İstəyirsiniz özünüzdən söz yazın, istəyirsiniz buradakini yazın. Bu çox önəmli deyil. Bizə əsas onu eləməyimizdir. Orada nə yazmaq çox önəmli deyil. Bildiniz mən nə demək istəyirəm? Yəni, tutaq ki, sifariş gələcək hansısa bir tədris mərkəzində və ya hansısa bir, nə bilim, firma nəsə bir şey deyəcək, onda onun sözlərini yazacaqsınız ora. Başa düşdünüz mən nə demək istəyirəm? İndi hələlik elə belə bu şablon sözləri yazan geçsək də, yəni, naprimer də, yəni. Əsas komandanı işlətmək. İndi bizdə nə qaldı? Bu şəkil məsələsi. Mən sizə nəyi öyrədəcəm? Normalda biz şəkli tapacağıq, amma o arxa fonu olacaq da. Biz onun arxa fonunu siləcəyik. Misal üçün, buraya yazaq, teacher yazaq, teacher. Teacher. Müəllimə. Misal üçün də, yazaq bura. Teacher. Teacher də yazmaya ya. Yazaq marketolog. Marketolog yazaq, görək nə çıxır. Ən yaxşısı teacher idi. O da Teacher girl yazıram. Xanım çıxsın da. Burada o zaten master akademi qoymuşuq da, gələk müəllim şəkili olsun. Başa düşürsünüz? o qız olsun. Nasıl? Aradakı. Gəlin, nasıl bunu deyirsiniz? Yox. Məsələn, qalsa pis deyil. Görək başqa nə var? Olsun da. Əsas, mən misal üçün, gəlin bunu qoyaq da, misal üçün. Nəyə görə bunu istəyirəm qoyaq? O arxa fonunu silmək istəyirəm, öyrədim sizə, ona görə. Ya da buna var, ya da buna. O da var. Bunun üstünə mouse'un sağ düyməsini basarım, save edəcəyiz. Desktopda bu şəkillər edilməyəcək, sizin kompüterinizdə var hazır. Gələcəksiniz bura. İndi burada bir problem nədir? Deməli, importa giririk. İmporta girdik. Tutaq ki, bu şəklə əlavə, burada əlavə eləmək olmur. Gəlin, onda import nə deyə bilmiriksə, onda nə edirik? Bu şəkili belə əlavə edək. Bunu çəkək belə, başa düşdünüz? Çəkəndə açmır, deyəsən, Corel şəkili açmır. Hər şəkili dəstəkləmir də. Gəlin, bunu silək, nə edək? Başqa bir şey edək. Baxın, elə tutaq ki, bu şəkili istəyirəm də, misal üçün. Dirəşib eləmək olar. Necə? Bax, bunu açıram, başqa yol öyrədirəm də. Yəni, tutaq ki, internetdə hansısa bir şəkil xoşunuza gəlir. Ümumən o şəkil istifadə eləmək istəyirsiniz, alınmır da. Məsələn, şəklə əlavə elədiniz, burada Snipping Tool proqramı var. Snipping Tool proqramı ilə new-nu basıram, gəldən bunu işarələyirəm. Screen eləyəcəm də, prosta screen eləyəcəm, buradakı bu şey mane olur bizə. Gələn bura, burada nə var? Snipping Tool. New-ya girdim. Təxminən, belə screen eləyirəm də. İndi mən bunu saxlanat eləyəndə, bunun formatı elə olacaq ki, PNG. Bunu Corel dəstəkləyir də, başa düşürsünüz. Save vurdum. Bunu silirəm, bunu silirəm. Siz evdə işləyəndə bunu istifadə edərsiniz. Girirəm bura, indi importa girirəm, import. 2 dəfə vururam. Burada da problem nədir? Baxın. Burada mouse'un sol düyməsini bir dəfə vururam. Normalda siz bunu bunun üstünə qoysaz, bildiniz, problemdir də bu. Bildiniz, mən demək istəyirəm. Bu arxa fonu var. Nə edirəm?
Burada mouse'un sağ yok, daha doğrusu burada bitmap adında menü var. Bitmap. Baxın diqqətlə. Bitmapə girdim. Burada nə var? Yəni bu şəkli seçəndən sonra bildiniz mən nə demək istəyirəm. Şəkli seçirsiniz. Burada bitmap var. Bu belə şeylər izah eləməmişəm sizə. Yəni ona görə tapşırıq atıram ki, yeni şeylər keçirdiniz. Elə düşünməyin, Corel asıqdır. Corel'ın da nə qədər incəliklər var. Edit bitmapə vururam. Burada Corel Photo Paint adlı proqram açılacaq. Söhbət hansı proqramdan gedir? Deyir, bu. Bu Corel Photo Paint'dir. Baxın, Corel Photo Paint oxşayır çox. Corel çox oxşayır. Bir dənə tam ekran edirəm, bilirsiniz. Demək olar ki, çox oxşayır. Biraz buraları fərqlidir. Burada da Image adlı menüdə birinci əmr var. Cutout Lab'ı basıram. Cutout Lab. Burada da indi biz bunu işarələyəcəyik də. Necə, burada tam ekran eləyək. Necə biz bunu götürəcəyik? Baxın, burada şey var. Bildiniz, dairəvi şey var. Buna da ölçü veririk. Məsələn, verin ora 30 yazın. 30. 30 eləyəndən sonra boş hissəyə bir dəfə vururam burada. Şu verdiniz, bu böyüdü. Hə? Silədiniz. Bunu highlight rəngini də birdən dəyişək. Tutaq ki, veri qırmızı olsun. Seçilsin də rahat. İndi boş hissəyə vururam. Buradan başlayıram bunu səliqə ilə seçməyə. Dəqiq lazım deyil seçmək. Təxmini seçsin, onu düzəliş eləmək olur. Fikir verdiniz, biraz saçı Gerif. yox. Bu olsun, mən bunun yolunu öyrədəcəm. Təxmini seçirəm. Bu biraz çətin şəkil idi. Mən biraz çətin şəkil seçdim orada. Orada biraz daha asan şəkillər var idi əslində qalsa. Bunu da buradan seçirəm. Bunu belə çəkirəm. Çəkdim. İndi bundan sonra burada belə bir əmr var. İkinci əmr. Bunu basıram. Sonra da qızın özünü seçirəm. Seçəndən sonra da burada preview var. Baxın. Preview'un basanda, buranı deyirəm ha. Preview'un basandan sonra bildiniz, buranı deyirəm. Preview'un basıram ki, verdiniz, bunu belə çıxartdı. İndi burada nəyə ki silmək istəyirəm artıq şeyləri. Bu qırmızını seçirəm, bildiniz, bunu deyirəm ha. Bu nədir? Remove. Remove silib, yaxınlaşdırıram buranı. Buradan nə edirəm? Daha da çotki edirəm də. Çotki dəqiq deməkdirsə. Bəli. Bildiniz? Çotki. İncə işləyirəm. Əslində qalsa buranın böyük pozanda məsləhət deyil eləmək. Siz nə ilə? Balaca ilə eləmək daha yaxşı. Yəni buraları silək dəqiq götürək. Mən təxmin edirəm, biraz vaxtımız da getməsin də. Bildiniz mən nə demək istəyirəm. Bunları hamısını silirəm, artıq şeyləri. Masum sol düyməsini basıb saxlayıb edirəm də. Bildiniz mən nə demək istəyirəm. Təxminən edirəm. Silinir. Təxminən elədim. Məsələn, çox ki işləmək istəsəniz, gəlirsiniz, məsələn, bu ölçüsünü, məsələn, 5 eləyirsiniz, 5 yazın. Amma enter basmayın, heç nə basmayın. 5 yazandan sonra, baxın, burada vurursunuz, masum sol düyməsi. Laf dərindən edirsiniz də, məsələn, necə? Tutaq ki, gəlirsiniz bura, tutaq ki, bu, baxın, xırdadır da bu. Bildiniz necə, laf xırdalığına kimi şey edirsiniz də. Bildiniz, amma bu böyük olanda, yəni bu artıraq. Bu böyük olanda məsələn belə olur da, bildiniz necə. Böyüyün də öz üstün cəhəti var ki, biraz daha tez silmiş olursunuz da. Aydındır. Biraz ehtiyatla işləmək lazımdır da burada. Bəlkə ola bilər səhvən belə sildiniz də buranı, səhvən. Burada göy var, göy. Yaşıl var. Nə yazır? Add Detail Tool. Bunu seçsəniz, buranı neyinirsiniz, düzəldirsiniz. Səhv eləyəndə, yəni narahat olmayın da, buradan düzəltmək olur. Bu elə bir pozur, o da çəkir. Bəli, bəli. Məsələn, burada beyaz saçı çox şey eləmişdi, deyəsən. Burasını neyinirəm, doldururam. Şöyləsiz yaşıllar gəlir. Yaşıllar gəlir, neyinirəm? Bunun ölçüsünü kiçildirəm ki, kiçildib, məsələn, bunu seçirəm. Aydındır. Yaxınlaşırım, lap dəqiq işləyirəm. Bilirsən necə? Ki, dəqiq olsun. Bilirsən necə? Səhvən saçı silməyim də. Aydındır. Yəni, lap çox ki, belə işləyə bilərsiniz. İndi bizim öyle də çox vaxtımız yoxdur. Mən təxmin edəcəm.
ki, əsas yolu göstərmir və siz özünüz bildiniz, nöqtəsini kimi eləyərsiniz də. Lap belə nöqtə lazım deyil, yəni 80-90% eləsəz bəsdir. Çünki onsuz da o obyektin üstünə qoyanda bilinmir o çox. Bilinməyəcək. Şimdi bunları hamısı götürək. Biraz da çətin şəkil seçdiyim yox olsun. Orada biraz daha rahatları var idi. Həm də bunu öyrənsiniz, məsələn, Photoshopda da belədir də. Silir. Photoshopda da belə şey var. Önce avtomatik biraz Photoshop'u da bilmiş olursunuz da. Ümumiyyətlə proqramlar bir-birinə çox bənzəyir də. Necə ki, Office proqramları var, Word, Excel, PowerPoint, onların da oxşar əmrləri var da. Buranı da silək, götürək buranı. Paltarın biraz qırağından götürsəm ziyan yox. Çox bilinməyəcək. Yeni deyirəm, bunu ən yaxşı nə ilə eləmək olar? Şey var, bunu balaca edirsiniz, bax bunu balaca edirsiniz. Bildiniz mən nə demək istəyirəm, ondan lap dəqiq edə bilərsiniz də. Görürsünüz, demək olar ki, bir şey qalmır. Baxın, yoruldunuz deyəsən. Nə? Dəqiqən. Silir. Maraqlıdır bu funksiyalar və siz belə şeylər keçməmişdir. İncələr çoxdur da. Elir. O, baxın, əsas. Hop. Altın birdən silinsə. Silinsə bu plusu basıb əmələ gəlirsiniz də. Çəkir. Mən çox gətirəcəm. Belə. Buranı da görsən götürmək istəyirəm. Buranı gərək şey balacalaşdırmaq lazımdır da. Biz mən təxminən mən deyirəm, çox elə dəqiq lazım deyil, dəqiqə. Biraz oxşasan bəs edir, dəqiq. Oxşadım. Aşağında qalın. Biraz uzda silinsə belə problem deyil. Əsas yaşıllar görünməsin. Şu an əlavə edəndə itir o şeylər. Burada. Məncə yaxşıdır. İndi burada nə edirik? Burada OK basırıq ən sonda. OK bastıq. Bundan çıxırıq. Save-i yes-ə basırıq. Yes-ə basanda gəldi, düşdü bura. Gördünüz? Gətirdim, bunun üstünə fikir verdiniz. Bax, normalda burası ağ görsənsə də, bax, bunun üstündə görsənmir. Biz mən demək istəyirəm. Bunu da biraz böyüdürəm. Böyütdüm bunu, məsələn. Ruçka keçməsin buranı. Biraz yukarı eləyək. Bunu da biraz aşağı eləyək. İndi qulaq asın. Şəkili açın. Burada rektangl var. Buradan bir dənə rektangl götürürük. Çəkirik. Nə edəcəm? Neyinirik? Təxminən buraya kimi çəkirəm. Çəkdim. Onu əyirik, durun. Bunu da rəngini dəyişirəm. Bəli, əyirik. Bunun üçün convert to curve basır. Daha sonra tool'u basırıq. Burada bir dəfə daha aşağıdadır. Bir dəfə vurduq. Bir dəfə də belə çəkirik. Cüzi. İndi fikir verin. Burada bir məsələ var da. Bunun fikir verirsiniz, paltarı bunun üstündə olmalıdır. Ona görə bu sesli vəziyyətdə bunu neyinirik? Arxaya veririk. Bir dəqiqə. Baxın, bunu seçdik.
Bunu arxaya vermək istəyirəm. Mouse'un sağ düyməsini vururam, orderə girirəm. Orderdə behind edirəm, behind. Behind'i seçəndən sonra bu qızı seçirəm. Verdiniz. Qızın paltarı bunun qabağına çıxdı. Onu arkaya verdik, bunu qabağa verdik. O şeydən elədik də. Baxın, bildiniz, mouse'un sağ düyməsini, bax bir də təzdən göstərirəm. Burada biraz fərqli yerdir. Mouse'un sağ düyməsini vurdum. Burada nə var? Order. Orderdə behind'i seçirəm. Behind'i seçəndən sonra deyir ki, nəyin arxasına ataq? Biz də qızı üstünə vururuq ki, yəni qızın arxasına atsın. Gözünüz arxasına keçir, qız onun qabağında olur. Aydındır. Məncə başqa bir şey qalmadı. Digərləri yazılardı. Shortcut qaldı. Onu gəlin səfər izah edeyim. Çünki artıq gecdir də. Biz xeyli oturmuşuq burada. Kağıtbudu görünür hardansa şey eləyirik. Onu mən öyrədəcəm də gələndə. Onu da ayrıca çəkəcəm. O şəkildə tələsdirəm getməliyəm. Çünki bunu da çəksəm biraz da uzanacaq. Mən evə gedib çata bilməyəcəm də. Çünki başqa gedəsi yerim də var. Ona görə hələlik burada stop edeyim.